Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Mən sizlə daha öncə WhatsApp kanalımızda bilirsiniz ki, 2022 abituriyent jurnalından maraqlı bir sual bölüşmüşdüm. Nəzərinizə çatdırım ki, bu sualı cavabları müxtəlif idi. Yəni hər kəs bir fikir səsləndirdi və mən də istədim ki, yekun bir izah verərək həqiqətən də düz və səhvləri burada ayıraq. Birinci şərtimizdə deyir ki, sadə cümlənin tərkibində iki mübtəda, iki xəbər ola bilməz. Əlbəttə, iki mübtəda, iki xəbər deyəndə şagirdin ağlına birbaşa iki qrammatik əsası olan mürəkkəb cümlə növləri tabeli və ya tabesiz gəlir. Lakin unutmaq olmaz ki, bəzən həmcinslik o dərəcədə ola bilər ki, həmin cümlədə həqiqətən iki mübtəda, iki xəbər olsun. Məsələn, gəlin bir cümlə quraq. Əli və Vəli dərsi danışdılar, yerlərinə keçib oturdular. Gəlin bu nümunədə xəbəri və eləcə də mübtədaları təhlil edək. Oturdular, danışdılar. Kim? Əli, kim? Vəli. Və fikir versəniz, bu nümunədə Əli də danışıb, Əli də oturub, Vəli də danışıb, Vəli də oturub. Həmcins, həm xəbərlər, həm də mübtədalar arasındadır. Buna diqqət edək. Yəni, fikir verdiyiniz kimi, bu nümunədə biz iki mübtəda, iki xəbərdən istifadə etdik, ancaq bu cümlə sadə bir cümlə oldu. Deməli, sadə cümlənin tərkibində iki mübtəda, iki xəbər olmaz kimi şərh vermək düzgün deyil. Bir səhv. Sintaktik təhlil sxemi olmayan cümlələr də var. Bilirsiniz ki, biz sizlə söz cümlə anlayışını izah etmişdik. Söz cümlələr adətən verilən suala cavabda nidanın, daha sonra ədatın, təbii ki, bəzi nida və bəzi ədatlar, bir də modal sözlərin iştirakı ilə yaranır. Məsələn, belə bir sual verirəm. Bunu yuxarı daşısaq yaxşı olar, bizə yer açılsın. Deməli, belə bir sual verirəm şagirdə. Deyirəm ki, dərsə hazırsan? Şagird cavabında deyə bilər ki, əlbəttə. Bəli və yaxud da xeyr, təsdiq və ya inkar ədatı. Və ya dərs etməyi unudubsa, deyər ki, vaxsey. Vaxseyi ancaq yasda demirlər ki. Bu da bir nida növüdür. Və belə bir nümunələrdə, məsələn, biz nidanı, ədatı, modalı hər hansı bir təhlil sxeminə, mübtəda kimi, xəbər kimi, təyin, tamamlıq, zərflik kimi təhlil edə bilərikmi? Və ya bunların yanında belə də ola bilər. Məsələn, ən gözəl nümunəmizi seçək. Bunları silsəm yaxşı olar. Məsələn, şagird deyə bilər ki, dərsə hazırsan, şagird də deyə bilər ki, əlbəttə, üzr istəyirəm, əlbəttə müəllim, xəttimə fikir verməyin. Və yaxud da bəli müəllim. Bu nümunələrdə biz artıq müşahidə edirik nəyi? Əlbəttə və bəli köməkçi nitq hissəsi olduğu üçün təhlil olunmur. Müəllim sözü də burada nədir? Xitabdır. Düzdürmü? Xitabı cümlə üzvü kimi götürə bilərsən? Yox. Deməli, həqiqətən də təhlil sxeminə cəlb olunmayan cümlələr də var. İki düz. İki yazanlar düz yazıb. Tamamlıqla başlayan cümlədə söz sırası pozulmaya da bilər. Normalda söz sırası hansı halda pozulur uşaqlar? Bilirsiniz ki, hər bir sıranın özünə məxsus nəyi var? Özünə məxsus məqamı var. Yəni, siz orada mütləq şəkildə düzgün sıralamaya əməl etməsiniz ki, ədəbi dilin normalarını qoruyasınız. Bircə dəqiqə. Aha. Normal sıralama belədir. Birinci mübtəda varsa o gəlir. Tamamlıq varsa o gəlir. Zərflik varsa o gəlir. Ən sonda da xəbər. İndi deyə bilərsiniz ki, ay müəllim, bəs təyinin işlənmə mövqeyi haradır?
Yəni onun yeri yoxdur. Təyin istəsən mübtədədən əvvəl, istəsən tamamlıqdan, istəsən zərflikdən, istəsən də xəbərdən əvvəl gələ bilər. Təyinə hər şey sərbəstdir və sanki hər şey yaşıl işıqdır. Yəni onun gəlişi hardasa gəlişi problem yaratmır. Deməli mənə deyir ki, baxın, sualın şərtini bir daha xatırladıram. Normal söz sırasını izah etdim. Deyir, tamamlıqla başlayan cümlədə söz sırası pozulmaya da bilər. Əgər cümlə tamamlıqla başlayıbsa, deməli həmin cümlədə nə yoxdur? Mübtədə yoxdur ki, cümlə tamamlıqla başlayıb və heç bir inversiya hadisəsi, yəni söz sırasının pozulmasına, üzr istəyirəm, rast gəlinmir. Bu qədər sadə. Deyir ki, söz birləşməsi həmişə cümlə üzvü, burada cümlə olmalıydı, cümlü düşüb, ona fikir verməyin, cümlə üzvü yerində işlənir. Əlbəttə, söz birləşməsi biz deyərdik ki, cümlə üzvlərinin ifadə vasitələrindən biridir, düzdürmü? Belə bir anlayışımız var. Ancaq unutmayın ki, bəzi ara sözlər də ifadə vasitəsi olaraq nədən istifadə edir? Söz birləşmələrindən. Feili və ya ismi. Məsələn, deyirəm ki, sözün düzü video çox faydalıdır. Bəyənməyə dəyər. Bu da sizə bir mesaj olsun. Və fikir versəniz, burada sözün düzü nümunəsi, üçüncü növ təyinli söz birləşməsi formasındadır. Birinci tərəfdə nə var? Yiyəlik, ikinci tərəfdə mənsubiyyət və nəticədə bu nə olur uşaqlar? Cümlə üzvü olurmu? Xeyr, bu ara söz olacaq. Bu qədər sadə. Demək, bu nümunəmizdən sadəcə 2 və 3 doğru cavabdır. Burada müxtəlif şərhlər yazanlar var idi. Onları təbrik edirəm ki, düz yazanlar da var aranızda. Səhv yazanlar da ümid edirəm ki, bunu öyrəndilər. WhatsApp kanalımıza qoşulmaq üçün aşağıda 050 666 81 80 nömrəsi qeyd olunub. Ora yaza bilərsiniz və yaxud linklərdən keçid edərək qrupumuza qoşula bilərsiniz. WhatsApp kanalımız sizin üçün faydalıdırsa, izləyin, bəyənin və dostlarınızla paylaşın. Sağ olun, salamat qalın.